Salam əziz şagirdlər. Deməli, bu gün adi və onluq kəsrlərin mövzu izahına keçsəm, suallara xahiş edirəm ki, diqqətli baxın, izaha tam şəkildə, diqqətli şəkildə baxın ki, yəni inşallah dərsin sonunda bu bölməyə aid çalışacağam ki, heç bir sualınız qalmasın. Başlayaq. Əvvəlcə kəsr nədir? A bölünsün B şəklində olan ifadə. Yəni bu A bölünsün B şəklində yazmaq mümkündürsə, bu kəsirdir. A-ya sürət, B-yə məxrəc deyilir. Deməli, A sürətdir, B də məxrəc. Deməli, uşaqlar, yadda saxlayın ki, A-dan B ikisi də natural ədəd olmalıdır. Mənfi ədəd heç vaxt ola bilməz. Heç bir halda natural mənfi ədəd ola bilməz. Yalnız və yalnız natural ədəd olanda buna kəsr deyirik. Adi kəsr deyirik. Mənfi olan düzü başqadır. Onun adını gələcək zamanlarda işlədəcək inşallah. Bugün isə bunu deyə bilərik yalnız. Məsələn, 5-də 2, 3-də 7, 8-də 9, 9-da 9. Düzgün və düzgün olmayan nədir uşaqlar? Əgər məxrəc B A-dan böyük olarsa, bu zaman məxrəc sürətdən böyük olarsa, buna deyirlər düzgün. Düzgün. Amma B kiçikdir A olarsa, kiçikdir bərabər. Yəni B həm məxrəc sürətdən kiçik də ola bilər və ya bərabər də ola bilər. 5-də 2 düzgün kəsirdir. 3-də 7 düzgün olmayandır. 8-də 9 düzgün olmayandır. 9-da 9 da düzgün olmayandır. Bax, 5-də 2 düzgündür. Məxrəc sürətindən böyükdür. Amma sürət məxrəcdən kiçikdirsə, bunlar düzgün olmayan kəsirlərdir. Yadda saxlamaq lazımdır. Bunlar sadəcə çox da üstünə getməyəcəm. Yəni bunlar onsuz bildiyimiz məlumatlardır. Ondan başqa uşaqlar nəyə baxmaq lazımdır? Baxmaq lazımdır ki, ondan sonra baxmaq lazımdır ki, nəyə baxacaq deməli? Deməli biz bunu bilməliyik ki, indi kəsrlə üzərində əməllər olacaq. Birinci kəsrin ixtisarını keçək. Kəsrin ixtisarı. İxtisarı nə deməkdir? Məsələn deyirəm, kəsrin sürət və məxrəci eyni ədədə bölünməsi. 6-da 4 kəsr məsələn. Bax, belə deyim də, 6-dan 4 ikisi də neçəyə bölünür? Birinci ondan başlamaq lazımdır. 6 və 4 ikisi də 2-yə bölünür də. Onda sürətlə məxrəci ikisini də eyni ədədə böləcəm. Bu 2 alınacaq, bu 3 alınacaq. Bax, bunlarda uşaqlar təzə gələn şagirdlərim var ki, gördüm ki, zəifliyim var. O bölməni bir dəfə də belə deyim, izah edirəm ki, yəni tam şəkildə başa düşün. 3-də 2 olacaq və ya 15-də 5 kəsri. İkisi də 5-ə bölündüyü üçün 5-i ixtisar edəcəm. 5-ə böləcəm, yəni 3-də 1 alınacaq. Biraz böyük kəsrlə deyə 60-da 45 kəsri. Bunun nə tam ixtisarın? İxtisarın 2 növ var da uşaqlar. Nə tam ixtisardan ixtisar edəcəm, nə də ardıcıl ixtisardan. Hansı sizin üçün rahat olacaqsa onunla da işləyə bilərsiniz. Amma ən yaxşısı tam ixtisardır. Birinci isə ardıcıl ixtisar. Ardıcıl ixtisar nədir? Sürət və məxrəc ikisini görsən 5-ə bölünür. 45-i də bölürəm 5-ə, 60-ı da bölürəm 5-ə. 45-i 5-ə böləndə 9, 60-ı 5-ə böləndə 12. Yenə də görürəm ki, bunlar 3-ə bölünür. 3-ə bölünür. Deməli, onda olacaq 4-də 3. Belə. İxtisar budur uşaqlar. Amma kəsr ixtisar getməsə, ixtisar eləmirsən. Bu belə. Kəsrin əsas xassəsi nədir bəs? Kəsrin əsas xassəsi. Deməli, məsələn, 3-də 2 kəsridir. Bunun sürət məxrəcini 5-ə verirsən məsələn. Nəsə kəsr dəyişəcək? Yox, dəyişməyəcək. 3 5-im 15, 2 5-im 10. Yəni buna 5 tamamlayıcı deyirlər. Yəni uşaqlar 3-də 2 kəsri ilə əslində 15-də 10 kəsri bərabər kəsrlərdir. Çünki eyni ədədə verilib, qiymətlər yazılıb. Bunlar heç bir dəyişiklik yoxdur. Yəni yadda saxlayın. Ondan sonra uşaqlar toplanması. Toplanması nədir uşaqlar? Deməli, kəsrin toplanması ümumiyyətlə nədir? Məsələn, kəsrlərin əvvəlcə məxrəcləri eynidirsə, toplayıb çıxan zaman bu sadədir. Deməli, məxrəc olduğu kimi qalır. 2-dən 1-i toplayacam. Bu deyiləcək 5-də 3 olacaq. Bu asandır toplanması. Məsələn, 1-dən 7-də 1 çıxanda bu necə çıxılacaq? 1-dən 7-də 1 çıxanda bunu yazacam 7-də 7, çıxılsın 7-də 1. Bu deyiləcək 7-də 6. Bu da asandır. Yəni çətin deyil. Və ya 2-dən
İndi 2-dən necə çıxacaqsa onu demirəm. Bir dənə belə yol başlayacağam. 2-dən 7-də 1 çıxanda bu 2-dən 1 tam götürəcəm, verəcəm 7-də 7-yə. Çıxılsın 7-də 1, bu da eləyəcək 1 tam 7-də 6. Və ya uşaqlar məxəzləri eyni olmayanda, indi müxtəlif olanda deməli necə eləyəcək? 5-də 4, 5-də 4 üstə gəlinsin, 5-də 4 üstə gəlinsin, 3-də 1. Məsələn, belə bir kəsr var. İndi bəzi uşaqlar necə edir? 5-dən 3-ü toplayırlar, 1-dən 4 toplayırlar. Yox, elə bir şey yoxdur. Uşaqlar, elə bir qayda heç bir yerdə yoxdur, heç bir kitabda yoxdur. Yəni mən də deyə bilmərəm. 5-dən 3-ə əkob tapırlar. 5-dən 3-ə əkob 15-dir. Deməli bunu 3-ə vurmaq lazımdır, tamamlayacaq. Bunu 5-ə vurmaq lazımdır və davamını izah edəsəm, bu da olacaq 5 üçün 15, 4 üçün 12. Üstə gəlinsin. İndi yenə də 3 5-im 15, 15. 5 birim 5. Deməli olacaq o da 15-də, 15-də 12-dən 5 toplayanda 17. 17 oldu. İndi uşaqlar, deməli 17-ni də 15-ə böləndə qarşı ədədlə ifadə edəndə 17-ni böləcəm. Düzgün olmayan kəsrlərin hamısını qarşı ədədlə ifadə etmək lazımdır və ixtisar etmək lazımdır kəsrə. Mütləq şəkildə 1 15-in 15 çıxanda 2. Yəni 1 tam 15-də 2 olacaq. Cavab 1 tam 15-də 2 olacaq. Cavab bu şəkildə saxlayacağam. Və ya çıxan zaman da belədir. 6-da 7 çıxılsın 3-də 1. 6-dan 3-ə əkob 6-dır. Deməli bunu 1-ə, bunu 2-ə vurmaq lazımdır ki, 6-yı gətirək. 6-da 7 çıxılsın 6-da 2. Bu da olacaq. 6 olduğu kimi qalacaq, məxərəc olduğu kimi qalacaq, sürətlər çıxılacaq. 7-dən də 2 çıxanda 5 alındı. Bu da sadə, bu qədər sadə uşaqlar. İndi bəzi kəsrlər var ki, 6-dan məsələn 5-də 1-i çıxmaq lazımdır. Bəxşi dediyim qaydadan da çıxa bilərəm. Uşaqlar, nə də bunun məxəzinə 1 atıram. 1-dən 5-ə çox 5 deyil. Deməli, bunu 5-ə vuracam, bunu 1-ə vuracam. Bu da olacaq, deməli, 5-də 30 çıxılsın 5-də 1. 5-də 1. 1-ə vurduğum üçün ikisi dəyişmədi. Bu da olacaq 5-də 30-dan 1 çıxanda 29. İndi 29-u 5-ə böləndə, 29-u 5-ə böləndə olacaq 5 tam 5-də 5 5-im 25, 29-un 25 çıxanda 4 alınacaq. Bu qədər sadə. Deməli uşaqlar, vurulması və bölünməsi haqqında danışaq. Bölünməsi. Vuran zaman və ya bölən zaman necə işləyirlər? Məsələn deyirəm, birinci ədəddən başlayıram. Ədəd 8 vurma 2-də 1. Bu necə vurmaq lazımdır? Bunu vurmaq üçün yadda saxlayın ki, birinci kəsrin həmişə ədədin məxəzinə 1 atırsan və adi qaydanı yazırsan. Və birinci vurub ixtisar edə bilərsən və ya belə vurub ixtisar edib cavablarını yaza bilərsən. 4, bunda 1 alınacaq. 1 birim 1, 4 birim 4. Bu da olacaq 1-də 4, yəni 4 deməkdir bu da. Və ya 16 vurma 2-də 7. Bunu məxəzə tez 1 atıram. Olacaq 1-də 16. 16-dan 2 ixtisar edərəm. Bir dəfəlik 8. 8 birim 8 7. Yox, gözlə. 8 qaldı. Hə, 8 7. Deməli, bunu yazaq. 8 7 56. Məxərəcdə də 1 qalıb da. 1-də 56, o da 56 deməkdir. Və ya 5-də 2 uşaqlar, 5-də 2 bölünsün 5-də 3. Deməli, əgər 5-də 2, 5-də 2-ni olduğu kimi saxlayıram, 3-də 5 yazıram. Bölən zaman, əslində bölməni keçməli deyildim, qayda qanunu, amma da keçdim. 5-də ixtisar olunacaq. Birinci kəsr olduğu kimi saxlayıb, ikinci kəsr tərsini çevirmək lazımdır. 3 birim 3, 2 birim də 2. Belə. Və ya 4-də 1-i vuracam 5-də 4-ə. 4-dən 4 ixtisar edəcəm. 1 alınacaq. 5 birim 5. 4 birim deməli 1 birim 1. 5-də 1. İndi qarşı ədədləri necə vurmaq lazımdır? 3 tam 2-də 1 vurma 7-də 6. Necə işləyəcək? 16 deyilib. İndi uşaqlar 3 2-nin 6 üstünə bir gələndə 2-də 7, 2-də 7. Birinci düzgün olmayan kəsrləri ifadə etmək lazımdır. 2-də 7 vurma 7-də 16.
Deməli, bu da uşaqlar təbii ki, 7-dən 7 ixtisar edəcək. Çarpaz şəkildə ixtisar edə bilər. 1 alınacaq. 2-dən 16-nın ixtisarında 8, bunda da 1 alınacaq. Olacaq 1-də 1 birim 1, 8 birim 8. 1-də 8 də uşaqlar 8 deməkdir. Yadda saxlayın. İndi qarşı ədədləri necə bölmək lazımdır? 6 tam 2-də 1 bölünsün, deməli 3 tam 4-də 1. Nəsə alınmalıdır? Deməli, indi təbii ki, 6 2 12, 2-də 12 üstünə bölgəndə 13 bölünsün, 4-də 3 4-ün 12 13 olacaq. İndi 2-də 13 vurma 13-də 4. 13-dən 13 ixtisar elədim, 1 alındı. 4-dən 2-ni ixtisar elədim, 2, bunda 1 alındı. Cavab indi olacaq 1 2 2, 1 birim də 1. Bu da isə 2 cavab. Bölünməsi də eyni qayda. Məsələn, bir dənə misal deyək, 8 bölünsün 2-də 1 deyəndə, indi bunun məxəzə tez 1 atırsan, 1-də 8 vurma, 1-də 2. 1 birim 1, 1 8 2 16. 16-nı da 1-ə bölündə 16 alınacaq. Belə. Ondan başqa uşaqlar nəyə baxmaq lazımdır? Məsələn, misallara biz baxmaq lazımdır. Üzərində əməllər təbii ki, bir çətin misallar olacaq. 4 tam 2-də 1 vurma, belə deyim də, 9-da 8 üstə gəlinsin. 4 tam 2-də 1 vurma 9-da 8. Bu belə. 9-da 8 yox, 9-da 4 deyək. 9-da 1 deyək. İndi bunları necə işləyə bilərsən? Uşaqlar 4 tam 2-də 1-i də çıxarda bilərəm örtüsü xaricinə və ya necə eləyəcək? Deməli, bunları birinci bu vurma həll olunacaq, ikinci bu vurma həll olunacaq, üçüncü toplama həll olunacaq. Mütləq bilin, yadda saxlayın. İndi bunu birinci düzgün olma şəkildə ifadə edək. 4 üçün 8 üstünə bölgəndə 2-də 9. 2-də 9 vurma 9-da 8. 9-da 8 üstə gəlinsin. 4 üçün 8 2-də 9 vurma 9-da 1. İndi burada uşaqlar 9-a ixtisar getdi. Getdi təbii ki, 1 alındı. Bu 9-a da ixtisar getdi. 1 alınacaq. İndi 8-dən 2-ni ixtisar edəndə 4 olacaq. 4 tam üstə gəlsin 2-də 1. 4 tam 2-də 1. Yəni bu da onluq kəsrli ifadə üçün 1 2-yə bölsün, 4 tam onda 5 alınacaq. Belə. Və ya 2-də 1-in kvadratı deyəndə bu 2-də 1-in kvadratı 2-də 1-i 2 dəfə öz-özünə vurmaq deməkdir. Kvadrat ümumiyyətlə 2 dəfə öz-özünə vurmaqdır. Bu da deyəcək 2 2 4, 4-də 1. 2-də 1 çıxılsın 3-də 1-in kvadratı deyəndə, indi birinci 2-də 1-dən 3-də 1-i çıxaq. Necə çıxmaq lazımdır? Deməli, bunu 3-ə vurmaq lazımdır, bunu da 2-yə vurmaq lazımdır. Eyni məxrəcə gətirəcəm. 6-da 3 çıxılsın 6-da 2-nin kvadratı. Bu da olacaq 6-da 1-in kənarda kvadratı. 6-da 1 vurma 6-da 1. O da eləyəcək 36-da 1. Belə. İndi kəsirlərin müqayisəsini keçək uşaqlar. Kəsirlərin müqayisəsi. Uşaqlar, bir neçə növün deyəsəm, məsələn, deyirlər ki, 5-də 2 böyükdür, yoxsa 7-də 3. Bunlar necə müqayisə eləmək olar? Əvvəlcə onunla başlayaq. Birinci məxrəclərin eyniləşdirməklə. Məxrəc eyniləşdirməklə. Əkob məxrəcləri neçədir? 5 və 7-dir. 5-dən 7-yə əkob tapacam 35. 35-dirsə, deməli birinci kəsiri, baxın, 5-də 2 yazıram, bunda da 7-də 3 yazıram. 5-də 2-nin üstünə nə yazacam? 7, bunun üstünə 5 yazıram. 5 7-nin 35, 7 2-nin 14. 5 7-nin 35, bu da 15. Hansı böyükdür? Kəsilən məxrəcləri eynidirsə, sürəti böyük olan daha böyük olacaq. Başqa deyirəm, ikinci yol.
Əgər kəsilən sürətlərin dəqiqləşdirmək olar. Ə küp 2-dən 3-ə küp də bölüm. Bu 6 olacaq. 6. Deməli 5-də 2-dir, bir də 7-də 3-dür. Bunu 3-ə verəcəm, bunu 2-yə verəcəm. Bu da olacaq 15-də 6 və 20, 14-də 6. Əgər kəsrlərin məxərəcləri eynidirsə, yadda saxlayın. Məxərəcləri eynidirsə, bunda hansı böyük oldu? Bu kəsr bu kəsrdən böyük oldu. 7-də 3 böyük oldu daha. Düzü? İndi bunda da 7-də 3 böyüdü yoxsa yox? Ay mənim 7-də 3 böyük deyil. Niyə? Səbəbini deyirəm, niyə böyüdü? Əslində belə düşərəm. Niyəsini deyirəm. Əgər kəsrlərin sürətləri eynidirsə, məxərəci kiçik olan kəsr daha böyük olacaq. Deməli, 6 almanı 14 hissəyə böləndə 15 hissəyə bölməkdən daha çox düşür. Məsələn deyirəm, 7-də 2 böyüdü, yoxsa 8-də 2, belə deyim də, 18-də 2 desəm, hansı böyüdü deyəndə 19-da 2 deyək. 19-da 2. Hansı böyüdü deyəndə yadda saxlayın ki, hansı böyük olacaq sizcə? Müəllim, təbii ki, 7-də 2 daha böyük olacaq. Niyə müəllim? Çünki kəsrlərin sürətləri eynidirsə, məxərəci kiçik olan daha böyük olacaq. 2 almanı 7 hissəyə bölsəm yaxşı düşər, yoxsa 2 almanı 19 hissəyə bölsəm daha çox mənə düşər. Təbii ki, odur yəni. Qaydamız odur. Və ya bir dənə də üçüncü xassəmiz var. Bu 5-də 2 və 7-də 3 kəsirdir. Bunları çarpaz şəkildə hasillərini tapıram. O daha asandır, amma 2 dənə olanlar üçündür. 3, 5-im 15. Bu yolu çoxuşma bilmirdiniz. 2, 4-də 2, 7-də 14. Hansı böyükdür? 15 yoxsa 14? Təbii ki, 15. Bu da belə ola bilər. Və ya başqadan deyirəm. 7-də 2, 4-də 5 deyəndə 5-i 7-də verəcəm 35, 35. 2, 7-də 14, 14, 35 böyükdür 14. Təbii ki, 35. Onda bu kəsir bu kəsirdən böyükdür. Bütün düzgün olmayan kəsirlər, bütün düzgün kəsirlərdən böyükdür. Onsuz baxan kimi 4-də 5, 7-də 2-dən böyükdür. Çünki 4-də 5 düzgün olmayan kəsirdir. 7-də 2 isə düzgün olan kəsirdir. İnşallah başqa nəyə baxmaq lazımdır? Yavaş-yavaş belə deyim də keçək çətin suallara. İndi hər dəfə deyərəm ki, yəni mən deyə bilmərəm ki, sizə elə çətin sual işlədəcəm. Elə bir sual tipi deyə bilmərəm ki, siz elə hamısını çətin görəcəksiniz. Yox, təbii ki, elə bir sual tipi yoxdur ki, yəni hamısı çətin olsun. Amma indi mən onlara aid bir-iki dənə sual özüm işlətmək istəyirəm ki, tamamlayaq ki, bu faiz nisbət tənasübdə nə var? Deməli, dövrlü kəsrlər haqqında danışmamışıq. Deməli, dövrlü kəsrlər, dövrlü kəsrlər. Yəni, lap çətin sualları uşaqlar növbəti videoya saxlayıram. İnşallah onu da sabah çəkərəm. Dövrlü kəsrlər yadda saxlayın ki, uşaqlar. Biri var ki, məsələn deyirəm, 5-də 2 kəsir. Bu dövrlü kəsir deyil. 2-ni 5-ə böləndə uşaqlar, 2-ni bölək 5-ə. 2-ncində 5 0 dəfə 0, çıxanda 0, 2, 2-ncində yoxdur deyə, 20-nin içində 5, 4 dəfə, 4 5-imdə 20. Yəni 0,4 olacaq. Görürsən, dövr getmədi. Dövr nə deməlidir? Sonsuz sayda getmək. Amma bir dənə 3-də 1-ə baxaq. 3-də 1. 3-də 1 necə olacaq? 1-i bölək 3-ə. 3-ə 0 dəfə. 0-ın içində 1-in içində 3 0 dəfə. 0-ı 3-ə verəndə 0, çıxanda 1, yanına bir dənə 0, 10. Vergül atdım. Onun içində 3 3 dəfə. 3 üçün 9, yenə də 1. Yenə də yanına 0 atdım. 3 3 3 3. Sonsuz sayda gedəcək. Buna 0 tam möhtəzli 3 deyirlər və bu safdır uşaqlar. Vergüldən sonra təkrarlanma gedirsə, bu safdır. Amma məsələn deyirəm, olsun belə deyim də 6-da 1 kəsirim. Bu da saf, bu da dövrü gedəcək. Niyə? İndi səbəbini birazdan deyəcəm. Bunları necə fərqləndirəcəm deyəcəm. 6 1 necə yazacam? 1-i bölsəm 6-ya. 0 dəfə 0, çıxanda 1 dəfə, yanına bir dənə 0 atdım, bir dənə də vergül atdım. Onun içində 6 4 bir dəfə, 1 6-nın 6, çıxdım 40. 40-ın içində 6, 6 dəfə, 6 6-nın 36. Yenə də 4, 40-ın içində 6, 6 dəfə, yenə 1-ə getdi. Bunda cavab oldu 0-dan 1 dövrdə 6. Bu qarışıq dövr onlu kəsirdir. Deməli, dövr onlu kəsirlər uşaqlar 2 hissəyə bölünür. Bir var saf, bir də var ki, qarışıq. Qarışıq. Saf nədir, qarışıq nədir? Deməli, saf, uşaqlar, yadda saxlayın ki, saf dövr onlu kəsir, vergüldən sonra həmən sonra
təkrarlanma gedirsə, bu safdır. Görürsən, vergüldən sonra həmən sonunda təkrarlanma gedir. Bu safdır. Amma vergüldən sonra ədəd gəlib sonra təkrarlanma gedirsə, bu qarışıq dövr onlu kəsrlərdir. Yadda saxlayın. Bax, bunların fərqləri budur. İndi məsələn deyirəm, uşaqlar, necə bilərəm ki, müəllim, bu safdır yoxsa qarışıqdır? Məsələn, indi bu kəsrlər yazım. 30-da 7, ondan sonra 40-da 12, 40-da 12, bu da olacaq 35-də 7. Əvvəlcə ixtisar eləmək lazımdır. Bu ixtisar olunmayanda, bu ixtisar olunmayanda, bir dənə bu ixtisar olunur. Gəlin ixtisar edək. Qalacaq ikisini də 4 ixtisar edəndə 10-da 3. Ondan sonra ikisini də 5 ixtisar edəndə 5-də 7. İndi baxaq hansı safdır, hansı qarışıqdır. Bunu necə tapmaq olar? Tez məxəzləri sadə yolla şəklində yazsan. 2-yə böləndə 10, 10-u 2-yə böləndə 5, 5-i 5-ə böləndə 1 alınacaq. 30, 30-u 2-yə böləndə 15, 15-i 3-ə böləndə 5, 5-i də 5-ə böləndə 1. 10 qalıb, 10-u 2-yə böləndə 5, 5-i də 5-ə böləndə 1 alınacaq. 5 tək belə 5 deməkdir. 5-i böləndə 1 alınır. Bax, bu safdır. Niyə müəllim? Çünki yalnız tərkibində 2 və 5 vırıq varsa, uşaqlar, yalnız 2 və 5 vırıq varsa, bu olacaq sonlu dövr, sonlu kəsir. Kəsir, sonlu kəsir. Dövr yox, sonlu kəsir adlanır. Amma 2 və 5 vırığından başqa bir ədəd olarsa, 3 var, baxırsınız, bu sonsuz kəsirdir. Dövr kəsir, yəni sonsuz. 2 və 5 vırıq var, bu da sonludur. Sonlu. Yalnız 5 var, bu da sonludur. Sonlu. Belə. Yəni çətin deyil. Sonsuz və sonlu belədir. Məsələn, belə suallar düşür uşaqlar. Məxrəci. Bu sual çox lazımdır. Eyləri düstur deyirlər buna. 70 olan, bu düsturlar heç bir yerdə yoxdur. Heç bir kitabda yoxdur. Yəni sinif kitablarından söhbət gedir təbii ki. 70 olan neçə sonlu kəsir var. Sonlu kəsir var deyəndə kəsir var. Buna eylər düsturu deyirlər. Eylər. Bu nə deməkdir düstur? 2 üstü n vurma 5 üstü n çıxılsın həmişə 1. Yəni məsələn deyirəm, 70-i sadə vurullar şəklində yazıram. 2-yə böləndə 35, 35-i 5-ə bölürəm 7, 7-ni də 7-yə bölürəm 1. 2-nin üstü neçələndir? 2-dən neçələndir? 1 dənə. 5 üstü neçələndir? 5-dən də 1 dənə. Çıxılsın həmişə 1 olacaq. Düzgün kəsir, sonlu kəsirlər yox. Məxrəci 70 olan sonlu neçə düzgün kəsir var? Düzgün kəsirlərin sayı. Düzgün sözün yazılmalıdır mütləq. İndi 2-nin üstü 1 ilə 2 deməkdir. 5, 2, 5-im 10, 1 də çıxanda 9 dənə kəsir sonlu kəsirlərdir. Yadda saxlayın bu sözlərimi. Bu çox vacib lazımlı düsturdur. Bunu qeyd edin dəftərinizə. İnşallah mənim yadıma salın. Dərslərdə ona aid çox sual işlədim. İndi uşaqlar, məsələn deyirəm, 2 tam dövrdə 5. Bunu necə qarşı qədətdən ifadə edəcəm? Bunu yazacam 2 tam. Bunların sayıqda həmişə 9 yazacam. 9-da 5. 2 tam 9-da 5. Və ya 3 tam 72. Dövrdə 72 deyəndə 3 tamı ortada yazıram. Bunların sayıqda 9 yazılır. 2 dənə də olduğu üçün mörtəzəsində 9 yazılacaq. 72. Bu da olacaq 3 tam 99-dan 70-ni ixtisar edərəm ikisində. Deməli 9-a 8 alınacaq. Bunda 11 alınacaq. 3 tam 11-də 8. 1 olacaq. Və ya bir ədəd yazım 0 tam 3 4-də 7. Bunu necə yazacam? Qarşı qədər, indi bu safı idi. Safı çevirmək asandır. Qarşılıqda necədir? Bax, tam yoxdur deyə 0 tam yazmıram da. Bunun sayıqda həmişə 9 yazsın. 9. Bunun sayıqda 3-cünün sayıqda 0 yazsam. Həmişə əvvəlində 2 ədəd olsaydı 2 dənə 0 yazacaqdım. Bir ədəd kimi baxacam buna. Neçədir bu? 37. 37-dən çıxacam ilk olan ədədi 3-ü. Bu da olacaq 90-da 37-dən 3 çıxanda qalacaq 34. İxtisar edəcəm. İkisində 3-ə. 3-ə yox. 2-yə. 45-də 17. Bu qədər sadə. Bir dənə də buna aid yazaq. Uşaqlar, indi olacaq 2 tam. Buranın sayıqda nə yazılır? 9. 9, 2-dən 0, 90. Bir ədəd kimi baxılır buna. 3572 çıxılsın, əvvəldəki ədəd 35. İndi çıxıb cavabı
yazacaqsınız. Belə. Təbii ki, uşaqlar, məsələn deyir 0 tam belə deyim də 0,9-un qiyməti həmişə 1-dir. 2 tam 4,9-un qiyməti həmişə 3-dür. 3 tam 4,9-un qiyməti həmişə 4-dür. 5 tam 4,99 9,99 deyəndə onun da qiyməti 6-dır. Həmişə bunlar bu çünki 1 deməkdir həmişə. Yəni yadda saxlayın. Ədədin hissəsinin tapılması 35 ədədinin 5-də 2 hissəsini tapın. Tapın deyəndə 35-i 5-də 2-yə vurmaq lazımdır. Ədədin hissəsini tapanda ədədi hissə göstərən ədəddə vurmaq lazımdır. Həmişə qaydamız belədir. Necə? Ədədi hissə göstərən ədəddə vurmaq lazımdır. 35-dən 5 çıxsa gedəcək 7, 7 2-də 14 alınacaq. Və ya uşaqlar 49 ədədinin, məsələn deyirəm, indi desə ki 15 ədədinin 2-də 1 hissəsini tapın. Deyəndə 15-i 2-də 1-ə vurmaq lazımdır. Bu məxzənə 1 atıram. 2-də 15 olacaq. Bu deyəcək 15-i 2-yə böləndə 7 tam 2-də 1. Bu deyəcək 7,5. Belə. Amma hissəsinə görə də tapanda uşaqlar, hissəsinə görə ədəd tapanda onda hissəsinə görə ədəd tapanda yadda saxlayın ki, deməli məsələn 5-də 2 hissəsi 15 olan ədəd tapın deyəndə 15-i böləcəm 5-də 2-yə. Bunu da bölən zaman kəsirəm, məxzənə 1 atırsan. 1-də 15 vurma 2-də 5. 15-i 5-ə vuranda 75 bölünsün 2. Bu deyəcək 37,5. Belə. Ondan başqa uşaqlar, düzgün kəsirlər dediyim, düzgün olmayan kəsirlər dediyim. Başqa nə hesab qalıbsa ona baxaq. Yəni biraz çətin suallar olsa təbii ki, birazdan videolardan işləyəcək. Amma iş məsələləri də olar qalıb, eləyib. Yəni mən istəyirəm ki, biraz çox uzun video olmasın, amma qalacaqsa əgər elə suallar işləyəcək təbii ki. Yəni belə. Məncə elə də uzun video olmaz, Allahın köməkliyi ilə. Hamısını səbirli şəkildə yazarsınız. Məsələn, belə tip suallar deyək. Məsələn, hansı suallar? Bir vurma 3-də 1. Üstə gəlsin 3 vurma 5-də 1. Üstə gəlsin 5 vurma 7-də 1. Bu adı və onun kəsirlərə aid növbəti videoda daha çox belə suallar işləyəcək, xüsusi suallar. Amma indi bunda baxmaq lazımdır. Bunu necə işləmək olar uşaqlar? Bunu 2 yoldan deyəcəm. Bir ilk olan kəsirdən belə. Son olan kəsiri çıxacam. Elə bil 1-də 1-dən çıxacam 9-da 1. 9-dan 1-ə küp 9. Bunda belə deyim də 1. Olacaq 9-da 9 çıxılsın 9-da 1. O deyəcək 9-da 8. Bu birinci. Və ya birinci olanla sonuncu olan hansını tapacam? 9. Bilən sayına qədər də 1, 2, 3, 4 dənə. 1 vurma 4. Bu olacaq. Buna 9-da 8 tapdım. İndi onu necə oldu bəs?
Deməli, hamısı arasında 2 fərq var da. Onda çıxan zamanda uşaqlar, bunda 2-də 1 əvvəldə olmalı idi. Yox, elə bu yol yox. Ən yaxşısı budur. 9-a 4 olacaq. Belə. Sağ olun uşaqlar. Mən çox da uzun video istəmirəm. Hələlik belə video istəyirəm ki, hamı başa düşsün. Ümidvaram ki, yaxşı bir video oldu. Təbii ki, indi yadımdan çıxan hissələr olacaqsa, onu növbəti videoda inşallah yerləşdirəcəm. Sizdən xahişim odur ki, bu sualda dərsləri öz qeyd dəftərinizə qeyd eləyin hamısını. Çünki vacibdir. Hansı səhv, hansı qarışıqdır, hansı suallardır. Təbii ki, hamısını 4-4-lük burada hər şey deyə bilmərəm. Çünki onu mən belə deyim də dərs kimi mən izah eləmişəm onsuz sinifdə də. Amma qalanların da siz özünüz baxmalısınız və öz üzərinizə işləməlisiniz. Mütləq bu bölməni yaza-yaza məşq edib başa düşə bilərsiniz. Hansı səhvdir, hansı qarışıqdır. Özünüz danışdıqca, qaydaya baxdıqca, qayda kitabınız olmalıdır. Hamısı inşallah yaxşı olacaq. Sağ olun, salamat qalın uşaqlar. Özünüzə yaxşı baxın, gecəniz xeyir qalsın. Çox sağ olun.